Realdasınız. Biz sizə Azərbaycan futbol məbədi Tofiq Bəhramov adına Respublika stadionundan xəbər veririk. Bəli, Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. O, əsas komandamız deməli UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Danimarkanın Kopenhagen kollektivini qəbul edəcək. Siz arxa fondan da gördüyünüz kimi böyük bir izdiham yaşanır hal-hazırda mərkəzi arenada. Azarkeşlər yavaş-yavaş tribunalarına yaxınlaşırlar və öz yerlərini tutmağa çalışırlar. Baxmayaraq ki, futbola yarım saat vaxt var, amma onlar artıq öz komandalarını tək buraxmamaq üçün gəliblər, buradadılar. Həmçinin klubun da komandaya xüsusi bir sürprizi var, kompozisiya hazırlayıblar. Bu barədə klub azarkeşlərinə məlumat verdi. Bəli, Ağdam təmsilçisi bildirdi ki, Qarabağın xüsusi simvolu olan atlar, yəni Qarabağ atları stadionda dövrə vuracaq və azarkeşlərə şou göstərəcək futboldan əvvəl. Onu da qeyd eləmək istəyirəm ki, artıq start heyət bəllidir. Qurban Qurbanov hansı futbolçulara şans verəcək, bu barədə sizə məlumat vermək istəyirəm. Qapıda Matyoş Kuhalski, ondan sonra Matyoş Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Leandro Andrade, Abdullah Zübir, Emanuel Adayev və Duran. Onu da qeyd eləmək istəyirəm ki, maçı Niderlandlı Hakimlər Briqadası idarə edəcək. Baş hakim Sərdar Gözüböyük olacaq. Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Benfica üzərində inamlı qələbə qazanmışdı və komandamız geri dönüş edərək 3-2 hesabı ilə qalib gəlmişdi. Hal-hazırda maçın başlamağına artıq yarım saat vaxt var, təxminən də belə deyək. Mərkəzi arenada reallaşacaq maçın start fiti saat 20:45-də səsləndiriləcək. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Siz isə realı izləməyə davam edin.